Salam, hamınızı xoş gördük. Bugün mətbəximdə çox dadlı, ağızda dağılan cemli peçeni hazırlayıram. Hər zövqdən asılı olaraq müxtəlif cemlərlə hazırlaya bilərsiniz. Bizə lazımdır 2 stəkan yarım un, unu mütləq eləmək lazımdır. 1 paket qabartma, 250 qram otaq temperaturunda yumşaldılmış margarin, kərə yağından da istifadə edə bilərsiniz. 2 dolu xörək qaşığı qatıq, 3 xörək qaşığı şəkər tozu və 1 limonun rəndelənmiş qabığı lazımdır. Bunlar bizə peçenyenin xəmiri üçün lazımdır. Peçenyenin içliyi üçün bizə lazımdır. İstədiyiniz bir cemdən istifadə edə bilərsiniz. Bugün mən bizim tarlanın feyxoa cemindən istifadə edirəm. Çox dadlıdır, evdə hazırlanmış cemin dadını verir, şirindir ən əsası. Yayda biz xanımlar müxtəlif cemlər hazırlayırıq, amma bəzən elə olur ki, qışda cemlər qıcqırır, xərab olur, istədiyimiz keyfiyyəti əldə edə bilmirik. Amma bizim tarlanın keyfiyyətli, çox dadlı cemlərini həm səhər süfrəsində, həm də şirniyyatlarınızda istifadə edə bilərsiniz. İçli üçün bizə lazımdır 4-5 xörək qaşığı meyvəli cem, yarım stəkan xırdalanmış qoz və 1 çay qaşığı darçın. Darçını sevməyənlər vanillə də əvəz eləyə bilərsiniz. Yağı doğrayıb unun içərisinə əlavə edirik, üzərinə şəkər tozunu və əlimizlə yaxşı-yaxşı qatırıq. Unla yağı yaxşı-yaxşı ovmaq lazımdır. Ovxaladığımız yağla unun içərisinə qatığı, rəndelənmiş limonu əlavə edib xəmirimizi qatırıq. Qabartma tozunu unla birlikdə mütləq eləmək lazımdır və xəmirimizi qatırıq. Artıq xəmirimiz hazırdır. Belə yumuşaq, ələ yapışmayan bir xəmir olmalıdır. Xəmiri çox da bərk yoğurmayın, qurabiyələriniz bərk ola bilər. Əgər kövrək, ağızda dağılan yumuşaq bir peçeni əldə eləmək istəyirsinizsə, mütləq xəmiri yumuşaq yoğurmaq lazımdır. Yağdan asılı olaraq un bir qədər artıq da gedə bilər. Yəni 1-2 xörək qaşığı artıq un işlənə bilər. Xəmirimizi 4 bərabər hissəyə ayırırıq. Qozun üzərinə darçını və 4-5 xörək qaşığı cem əlavə edirik. Və gördüyünüz kimi bizim tarlanın cemi evdə hazırlanmış cem kimi qatıdır. Şirnisi öz yerindədir. Dadı da çox gözəldir. Yəni mütləq alıb sınamağa dəyər. Və qatırıq. Kündələri bir-bir yayırıq. Xəmiri yayarkən mütləq altını unlamaq lazımdır ki, xəmirimiz yapışmasın. Yaydığımız xəmiri 8 bərabər hissəyə ayırırıq. Hazırladığımız içlikdən hər kəsdiyimiz hissəyə 1 çay qaşığı qoyuruq. Xəmirlərimizi eyni ilə mutakidə olduğu kimi bükürük. İçərisindən cem axmasın deyə kənarlarını mütləq içəriyə doğru bağlamaq lazımdır. Sobanın listinə yağlı kağız səririk. Sobanı mütləq əvvəlcədən qızdırmaq lazımdır. Peçenyeləri qızartmaq lazım deyil. Sadəcə olaraq altı qızarmalıdır, üstü ağ qalmalıdır. Və 170-180 dərəcədə pişiririk. Artıq çox dadlı cemli peçenyelərimiz hazırdır. Soyduqdan sonra üzərinə şəkər kirşanı səpirik. Mütləq bu resepti hazırlayın, sınayın. Hazırlayan hər kəsə nuş olsun, ruziniz bol, bərəkətli olsun. Videonu bəyəndinizsə like edin, kanalı izləməyi unutmayın. Sağ olun.